Yazıçılar Birliği'nde möhtəşəm bir toplantı oldu. Burada da hem meseleler müzakere oldu. Çok tanınmış, hürmetli ziyalarımızdan biri durdu ve qəribə bilməyərəkdən dedi, direktör mü dedi, bilmirəm deyib, Türkiye'de Azərbaycan dilinin orfoqraf lüğəti çap olduğunu şəxsi bir adam götürür. Adı götürür onu. Dilçinin üstün vaxtıyla, zamanla bıraktığı orfoqraf lüğəti. Balası budur. Və burada kifayət qədər Ərəb sözlərindən istifadə olunur. Na, bi, bu sözlər. Mən de ondan soruşmaq istəyirəm. Və bax, burada da auditoriya müraciət etmək istəyirəm. Məsələ belə yanlışma olar mı? Bizim günahımız değil, tarihi inkişaf dövründə Ərəb dili bizim dövlət dilimiz oldu. 11-ci əsrdən sonra Fars dili bizim dövlət dilimiz oldu. Heç uzağa getmirlər. 1222-ci ildə, ikinci dəfə 1252-ci ildə Monqollar gəliblər Azərbaycana. Niyə onların haqqında belə böyük fəsadlarla məlumat verirlər? Monqollar gəlib Azərbaycanı yandırdılar, getdilər, olmuyor. Bəs bu Nəsrəddin Tusi, nə oldu bəs bunun rəsədxanası? Monqol gəlib İslamı qəbul edib gəlmişdir. O belə bir farklı fəsadlar törədə bilməzdi. Məsələn, mahiyyətdən Rus ədəbiyyatından gəlmə fikirlərlə yanlışmaq olmaz. Onların da xidməti olur. İndi gəlin məsələn başqa tərəfini demək istəyirəm. Monqol gəlib gedir, gəlib 20, bəlkə 30 yıl burada qalıb qalmayıb. İndi baxın 800 yıl üstündən keçir. Bizim dilimizdə az sözü var, mizraq sözü var. Nə biləsin Monqol sözü sayılır. İndi biz lüğətimizdə bunları çıxaraq ki, lütfen turizmə yenidən başlayaq. Bu bizim dilimizə adaptasiya olunur. Artıq bu mənimsəmili yenidən başlaya bilmək bu məsələ. Bu söhbət mənim molla sözünü dildən çıxara bilərik. Məktəb sözünü dildən çıxara bilərik. Axı bunlar bizim dilimizdə, mənim demirəm ki, 19-cu əsrdən sonra Rusların bura müdaxiləsi, Rus dili müdaxiləsi, bizim Azərbaycanların Rus təhsili, Azərbaycanların buna münasibəti, Türkçə oxumuş Azərbaycanların, məsələn, Ömər Paqlimazatı nə dedi? Deyir ki, mən istəmirəm, mənim dilimi 3-5, yəni İstanbulun dili başa düşsün, yəni İstanbulda təhsil alıb gələn adamlar istəmirəm, mənim dilimi hamı başa düşsün. Bunun üçün isə dili qorumaq lazımdır. Məsələn, bir misal nümunə verə bilərəm, çünki bu bizim həyatımızın normalarından biri, hamımızda bilir. Siz baxın, gedirik məclislərə. Din xadimləri mucizedir. Siz fikir verirsiniz ki, Azərbaycan dilinin sintaksisi necə pozurlar? Ərəb təhsilindən, Fars təhsilindən. Bizim dilimizin bir qaydası var. Mübtada əvvəl gəlir, ikinci dərəcə cüzlər gəlir, sonra xəbər gəlir. Bu bizim Türk dilləri, iltisaq edirlər, qanunudur. İndi baxın, görün, Rus dili, Erməni dili, Fars dili. Bunlar o dillerdendir ki, burada birinci mübtada gəlir, ikinci xəbər gəlir, sonra ikinci dərəcəli üzvlər gəlir. İndi baxın, görün, yenə də din xadimləri yaxşı, onları itham etmək fikrim yoxdur. Sadəcə demək istəyirəm ki, bax, belə damla yıxılır. Oturub məclisin başında insanların ictimai şuuruna təsir edir və intonasiyası belə görürsünüz ki, bu Azərbaycan intonasiyası deyil. Və bütün bunların hamısı yenədir, dama yıxılır, elə təsadüf deyil. İndi bunların qarşısına olmaq üçün bu media nümayəndələri əlbəttə bizim daha çeviklər. Bu informasiya getdikcə yəni dili, milli şuuru inkişaf etdirmək lazımdır. Əks halda bu alınmayacaq. Milli şuuru inkişaf etdir. Dilçinin üstündə, məsələn, konkret bir özünüzdən götürmək istəyirəm ki, Azərbaycan dilinin tarihi yenidən yazılmalı. Baxın, mən o hörmətli yazıçılarla dediyim ziyalarını soruşmaq istəyirəm. Siz mənə deyirsiniz ki, na ilə bağlı kifayət qədər sözlər var. Mən də sizə soruşmaq istəyirəm. Na, bizim dilimizdə olan siz şəkilçisinin qarşılığıdır. Ancaq siz mənə kişi sözündən başqa o lüğətləri dəyişmək istəyirsinizsə, buyurun, verirəm lüğətinizsə, götürün dəyişin. Dəyişə bilərsə dəyişin. Nə qədər na ilə gələn söz var, boş onatsız. Görə edə bilərsən, edə bilməsən. Çünki bu sözlərin, bax bu bir, nadır, bu ərəb mənşəri, fars mənşəri, bu şəkilçilər belədir, ön sözlər belədir, konkret adını deyirlər. Onlar bizim dilimizə, bizim söz yaratıcılığı arsenalına daxil ola bilmirlər və heç vaxt ola bilməyəcəklər. Həmin o sözlərlə, o şəkilçilərlə bir adam deyə bilməz ki, mən söz düzəldim. Buyurun, elə bilərsək ki, nakişi sözün qoyuram çağırın. Bu sözlər bizim dilimizə hazır şəkildə gəlir. Biz burada söz yaratmamışıq. Bizim günahımız deyil ki, ərəblər gəlib bana sührəbərlik nəhəng bir filosofumuz oldu. Nizami Gəncəvi 11-ci əsrdə Fars dilində yazan, məsələn, 1-ci Türkoloji Qurultayın materiallarını oxuyor, bizi itham edir. Baxmayaraq ki, nəhəng alimdir, böyük alimdir, bizə nədir siyasət? Türklər deyil köçəri oldular. Ömrü boyu öz tarixlərini yazmıyorlar. Onların hara köçüblər, qonurlar, yaşayıblar, məskunlaşırlar. Onlar bunların tarixini yazıblar. Burada müəyyən bir həqiqət var. Ben onu deyimsək ki, adətən substrat amillər var, substrat, bunları biz bilirik. Ancaq bu səviyyədə, grotesk səviyyəsindəki bunların tarixi yoxdur, bunlar köçəliklər, bu düzgün deyil. Bəs onda Mahmud Çaşqarın divan lüğəti türkçə harada qalıb? Və yaxud peki Yusuf Hasparcı Balasa bunun
Tutaq ki, bilik əsər harda qaldı. Mən ona razıyam. Tutaq ki, Teymurilərin tarixini, Fars tarixşünasını yazıb. Cüneyninin tarihi var burada. O dövrün bağlı bize məlum. Ancaq bunu da deməyə lazımdır ki, yəni bu tarixdə var, o tarixdə var. Yəni bu sənədə qaldığında Türkləri aşağılamaq olmaz. Mən bu fikirdə. Gəldim divan qüvvəti Türkçəsinə. Bayaqda sözü bir də qaymasına ki, Türk kəlmələrine etiraz olur. Divan qüvvəti Türkçə olan sözlərin 50%-i bu dəqiqə bizim Türkçəmizdə işlədir. Bilmirəm, fonetik dəyişiklikdir. Fonetik dəyişiklik müəyyən fonetik işlərir. Özü çox maraqlı bir şeydir. Bilmirəm, siz o əsərin tarixini bilirsiniz, 950 il yubileyi keçirildi. Şəxsən mən UNESCO-da o əsərin, mən tapmışım o əsəri, 86 ildə axtarırdılar, İlçin arxivindən tapdım, 3 ildə onu çap edildi. UNESCO-da bir çıx şeydir. Orada da bütün dünyanın biberlidir. Dünyada ilk tərcümə edir. Dünyada ilk tərcümə Azərbaycan dilindeydi. Dünyanın ilk tərcümə dilçinin üstündə oldu. Bu da Xalis Səyid Qocaevin tərcüməsi birbaşa ərəb dilindən Azərbaycan dilinə tərcümə olundu bu əsər. Bu sıralı bir məsələ deyil. Xalis Səyid Qocaev 1918-ci ildə Nurun Paşanın qoşunlarına Azərbaycanlı ermənilərdən xilas etmək üçün qoşunun tərkibində gəlmişdi və heç bir sənədi yox idi. Ancaq onun intellektinin, ərəb dilinin bu səviyyədə bilməsini görüb, qoymadılar böyle şey gəlsin. Burada ona dilçinin tapşırıb bu əsəri tərcümə. Əsər tapıldı. Əsər tapıldı, biz onu çap edib, məlum oldu ki, bugün bizim dilimizdə işlənən bütün Türk dili xalqlarının 50% bazası bu kitabda var. Bak, bundan istifadə etmək lazım. Bizim dilçinin üstündə 2 yıl önce yardım bilenlerimiz var, bir müstəsik boy məlumat verir ki, Türk mənşəli arxaik sözlər çap olundu. Bəs bu nədir? Bu bizim tariximizdir. Mən indi tarixi isimləri demək istəmirəm. Tarixi isimlər Sovet dövründən uçdu getdi, taş sıradan çıxdı. Ancaq bu arxaik sözləri nə deyirsiniz? Mən demirəm ki, cənnət sözünə uçmaq deyək, dağın sözü. Bunlar demirəm, ancaq orada elə semantik arxaik sözlər var ki, o sözləri dirildir, təzə arxaik sözlər bir söhbət eləmək. Dilimli sözümüzü qaytarmaq lazımdır, dilimizə qaytarmaq lazımdır. Yeri əcnəbi sözlər. Əcnəbi sözlər öz münasibətini bildirir ki, sıradan hər sözü dilə gətirmək olmaz. Burada 2 məsələ var. Birinci odur ki, bizim dilimizdə əgər bu sözü, Bayaq Fazıl mənə çox yaxşı izah verdi, bizim dilimizdə əgər bunun nomenklatur ifadəsi yoxdursa, o dilə gəlməlidir. Bunun başqa yolu yoxdur. Yoxdur. Ancaq o başqa məsələdir ki, bizim dilimizdə qapıcı sözü var. Üstəlik bir qayçilik sözü gətirmək, bax bu ziyandır. Mən demirəm, Müslümanlar bilmək yaxlıdır. Yeri gəlmə onu istifadə ediyorlar. Ancaq dildə nomenklatur ifadəsi olan sözlərə alternatif, günü kimi yenidən bir sözün gətirməyi bu düzgün değil.